Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Rusiya hüquq mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər. Xəbər verilir ki, bu barədə açıqlamasında Yekaterinburqda Rusiya hüquq mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgi Səfərov bildirib. O, iyunun 27-sində 30 ildən çox Yekaterinburqda yaşayan Səfərovlar ailəsinə və digər Azərbaycanlılara qarşı tətbiq edilən zorakılığın təfərrüfatını danışıb. Bizim evə basqın edib atamı aparıblar. Onda mən evdə olmamışam. Atam gilli səhər üzü saat 5-də aparmışdılar. Günorta saat 2 idi. İşçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birdən maskalılar kafeyə də basqın etdilər. Hamını üz üstə yerə yıxdılar. Kafenin mühafizəçisinin gözündən vurublar. İndi əməliyyat olunmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə. Döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik. Elgi Səfərov qeyd edib ki, maskalıların İlk işi kafedəki müşahidə kameralarını sındırmaq olub. Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşıdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım məlumata görə o biri əmilərimi atamdan daha çox döyüb işgəncə veriblər. Atamın gözünün qarşısında o biri qardaşlarını döyüblər. Elgi Səfərov bildirib ki, kafeyə basqın edən şəxslər heç bir sənəd təqdim etməyiblər. Müşahidə kameralarını çıxardandan sonra bizi döyməyə başladılar. Biləndə ki, mən kafenin sahibinin oğluyam, məndən kabab pişirməyə tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab pişirəndə gəlib arxadan dubinka ilə vurdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxlayıblar. Özləri yeyib-içib bizi yenidən döyüb çıxıb getdilər. Səfərov əməllərindən ikisinin öldüyünü, digərlərinin isə fiziki işgəncələrə məruz qaldığı qabırğalarının sındırıldığı söyləyib. Səfərov atası və əmilərinin 2001-ci ildə başqa bir Azərbaycanlının qətlində şübhəli bildiklərinə görə saxlandığını qeyd edib. Mən həmin vaxt öldürülən Azərbaycanlının kim olduğunu bilmirəm. İndi onlar deyirlər ki, bu cinayəti bizimkilər boyunlarına almalıdırlar.